1935-ci ildən fəaliyyət göstərən Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası bilik və maarif məkanıdır. Kitabxanada 110 mindən çox çap materialı mövcuddur. Eyni zamanda burada 3 fond, 2 oxu zalı fəaliyyət göstərir. Gələn oxuculara isə kiçik yaşlılar üçün uşaq ədəbiyyatı, nağıllar, böyüklər üçün isə elmin müxtəlif sahələrinə dair kitablar təqdim edilir. Muxtar Respublikanın Uşaq Kitabxanası Naxçıvan şəhər kitabxanasının bir şöbəsi kimi yaradılıb. İndiki statusunda 1965-ci ildən fəaliyyət göstərən kitabxana şair Adil Babayevin adını daşıyır. 2022-ci ildə yeni bina ilə də təmin olunub. Uşaq Kitabxanası dövlət siyasətini həyata keçirən elm-mədəni informasiya müəssisəsi olub. Uşaq və yeniyetmələrə kitabxana xidməti göstərir. Onların elmi biliklərə dərindən yiyələnmələrində, intellektual səviyyələrin inkişafında məktəb və valideynlərlə bərabər məsuliyyət daşımaqla yanaşı, onların mütaliəsinin sistemli şəkildə təşkilinə xidmət edir. Kitabxananın təxminən 12 min oxucusu var. Onlar kitablardan əlavə 1200 dövrü mətbuat nüsxəsindən, eləcə də audiovizual materialdan istifadə edə bilirlər. Mətbuat nümunələri mütəmadi olaraq yenilənir. Uşaqların mütaliəsinə köməklik göstərmək bizim başlıca vəzifələrimizdən biridir. Bununla bağlı aylıq iş planı çərçivəsində ayda 2 dəfə nağıl günləri, mütaliə günü, oxucu günü və kitabxana günləri keçirilir. Həmçinin uşaqlara mütaliə tələbatı artırmaq, oxucuları kitabxanaya cəlb etmək üçün bəzi viktorinalar təşkil olunur, sərgilər təşkil olunur. Uşaq Kitabxanası təhsil və tərbiyə sahəsində mühüm sosial institut olaraq uşaqların mütaliə vərdişlərinin formalaşmasına xidmət edir. Hər ay mindən çox oxucu kitabxanaya müraciət edir. İlham Vəliyev, Ağali Rəhimov, Elnarə Həsənova, ASTV Xəbər.